edərkən valideynə əvvəlcə məsələn uşağın nəsə bir məktəbdə hadisə törədibsə, valideynə birbaşa tənqidi məktub yazmaq olmaz da. Bəli, Günəş müəllim əl qaldırmısınız, buyurun. Müəllimə, elə bir ki, valideyn məktəbə ona görə gələ bilmir ki, birinci o iclaslar keçirilir, sinif iclasları. Orada o uşaq haqqında konfidensiallıq qorunmur və yaxud da müəllimin hər hansısa bir işi ilə əlaqədar olur, işlə bağlı gələ bilmir, işində problemlər olur. Yəni empatiya yaratmaq lazımdır. Müəllimi özünü valideynin yerinə qoyub fikirləşmək lazımdır ki, hər hansısa bunun işi ola bilər, nəsə bir problem ola bilər, ona görə iclaslarda iştirak edə bilmir. Bəli. Ya ümumi iclaslar keçirilir, burada konfidensiallıq gözlənilmir. Şagirdin qüsurları, nöqsanları başqa valideynlər yanında valideynə söylənilir. Deyir ki, məsələn, Həsənin atasına deyilir ki, Həsən çox nadicdir, bütün dərslərdə səs salır, mane olur yoldaşlarına, intizamsızdır. Verilən tapşırıqları yerinə yetirmir, həmişə belədir. Artıq valideyn neyniyəcək? İclasa gəlmək istəməyəcək. Gəlmək istəmir, bəli. Bəli, müəllimlə ünsiyyət qurmağa çalışmayacaq. Müəllimə məktəbə qarşı bir mənfi münasibəti formalaşacaq. Və yaxud da valideynin işi çox olur. Onsuz da biləcək ki, müəllim onsuz da valideyn bilir ki, gələndə danlanır, uşağı oxumur və yaxud da ki, valideyn nəticəsində danlanacaq deyə çox vaxtda valideynlər ona görə gəlmir, gəlmək də istəmir. Bəli. Ya da işi o qədər çoxdur ki, artıq vaxt çatdırıb, yəni təhsilinə, övladının vaxt ayırmağa belə vaxt tapa bilmir. Bəli, bəli, o da ola bilir. Bəli. Və yaxud da müəllim özü laqeydliyi göstərir. Deyir ki, valideynlə əlaqə yaratmağıma heç bir ehtiyac yoxdur. Gərəksiz sayır ki, buna ehtiyac duymur. Və bu səbəbdən də deyir ki, valideyn məktəbə cəlb olunmur. Bax, bu səbəblərdən ola bilir ki, olmur. Amma biz valideyni məktəbə cəlb etmək üçün mühüm addımlardan istifadə edə bilərik. Salamlama məktubu göndərə bilərik. Günəş müəllim, salamlama məktubu nə deməkdir? Salamlama məktubu müəllimə, bu şagird üçündür. Bu dərsliyin əvvəlində olur da, tədris ilinin əvvəlində o müəllim şagirdə salamlama məktubu göndərir ki, o məktubda pozitiv sözlər yazır. Yəni sizi mən səbirsizliklə gözləyirəm, sizi gördüyümə çox şad olacağam. Belə sözlər yazır, qeyd edir, göndərir. Bəli, yəni səbirsizliklə gözləyirəm sizi. Və hansı işləri görəcəyəm, tədris ilində nələr həyata keçirəcək, bunun haqqında da bəli, məktubda məlumat verir, düzdür. Cəmilə müəllimə, bəs valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına deyir, çalışmaq lazımdır. Müəllim elə etməlidir ki, ilk ünsiyyət pozitiv alınsın. Bax, bunu necə izah eləyərsiniz? Günəş müəllim, buyur. Elə bir ki, pozitiv alınmasına çalışmalıdır. İlk əvvəl müəllim valideynə uşağının mənfi qüsurlarını deməməlidir ilk əvvəl. Ona əvvəlcə yaxşı hərəkətlərini, müsbət, yəni əvvəlcədən mənfi rəy bildirməlidir. Əvvəlcə onun müsbətlərini deməlidir. Sonra tədricən mənfi qüsurlarında, qüsur deyəndə mənfi hərəkətlərində o xoşa gəlməyən cəhətlərini valideynə bildirməlidir. Bəli, düzdür. Bəs şagirdin irəliləyiş haqqında qeydlər göndərmək? Bunu ya məktubla göndərə bilər valideynə, ya da ki, o elektron jurnallarda belə, nə idi onun adı? Bəli, yəni e-mail vasitəsilə göndərə bilər. E-mail vasitəsilə, bəli, e-mail vasitəsilə də göndərə bilər. Düzdür. Pozitiv valideyn iclası? Pozitiv valideyn iclası da elədir ki, burada yaxşı xəbərlər verir də, yəni valideynlərə məktəbdə baş verən hadisələr barəsində xoş əhval-ruhiyyəli iclas etməkdə müəllimin məqsədi odur ki,
Yəni uşağın yaxşı cəhətlərini valideyn bilir, gəlib oturursa, o uşaq yaxşı oxuyur, yaxşı müəllimlərdən təriflər alır. O valideyn üçün həm fərəhdir, həm də uşaq üçün. Həm də uşağın elə bir ki, gələcəyi üçün də valideyn ürəklə tədbirlərdə, iclasda çağıranda valideyn ürəklə gedir, bilir ki, o uşaq yaxşı oxuyur, ondan ancaq tərif eşidəcəkdir. Bu da valideynin nə qədər olmasa iclaslarda müsbət rəy alacağını bilərək ürəklə tez-tez getməyidir, məktəblə əlaqə saxlamağıdır. Bunlar hamısı valideynin gedəndə uşağından eşidəcəyi xəbərdir məsələdə belə Bir də hə valideynlərə məsələn o həmin pozitiv iclasda deyir ki, belə ailə məişət problemlərində də, yəni evdə də uşaqlarla yaxşı rəftar edin. Onlara bir şəxsiyyət kimi onları görün də uşaqlarınızı. Yəni bu da ailədə uşağa qarşı hörmət, məhəbbət olanda uşaq məktəbdə də özünü yaxşı aparır da, yəni o cəhətdən. Bəli, yəni bu çalışmaq lazımdır ki, yəni Bəli ki, şagirdə ailədə aid də. olan o sözləri valideynə təklikdə deyəsən, qüsurları və yaxud da Bəli. çatışmamazlıqlarını gizliliyi, məxfiliyi qoruyasan. Onda valideyn də müəllimlə incimir. Həqiqətən də görür ki, məsələn, müəllim çalışır ki, bunun övladı yaxşı olsun, nəticələri yaxşı olsun. Onda ona qarşı bir necə deyirlər, səmimiyyət yaranır. Sonra burada vardı Cəmilə müəllimə pozitiv məzmunlu zəngdir, maildir, mesajdır. Bu da uyğun bir şeydir. Bunu necə izah eləyərsiniz? Bəli, müəllim, o da valideynə xəbər çatdırılanda iclas üçün məsələn xəbər verilir ki, ya onlayn vasitəsi, ya telefon, WhatsApplar vasitəsilə qrupa atılır ki, valideyn iclasdır. Valideynlərin o uşağından tənqid eşidəcək valideynlər bilir ki, oxumur uşağı, getsə də onsuz da tənqid eşidəcək, nə qədər olmasa, o birisi valideynlərə nisbətən bu biraz uşağından danlanma xəbərləri eşidəcək. Ancaq o valideynlərin uşağının oxuya biləcəyi, yaxşı oxuyan valideynlər bilir ki, gedəndə iclaslarda yaxşı xəbərlər eşidəcəyini, o iclasda valideynin özünün də belə fərəhlə, ürəklə getməyinə səbəbdir ki, gedəndə valideyn iclasına nə qədər olmasa, belə nə deyim, o birisi valideynlərdən yüksək şey qəbul olunacaq da, nə deyim başa. Bəli, bu yəni iclasların keçirilməsidir. Amma bir də var ki, məsələn elə pozitiv məzmunlu zəng eləmək, mesaj göndərmək, e-mail göndərmək də, yəni bu təqdirdəndir ki, şagirdin pozitiv cəhətlərinə, yəni elə ki, uşağın hədəf problemli olduğu halda zəng edilmir də. Bəli. Yəni pis sözlər demək üçün zəng etmirik, pozitiv, yaxşı xəbərlər cəhətlər üçün. Bəli, Hə, yaxşı xəbərlər müsbət üçün. cəhətlər. Bəli. Yəni elə biz durup bir qüsur olanda zəng eləmək ki, ay Həsən, ay Hüseynin valideyni, sənin uşağın belə elədi. Yəni uşağın irəliləyişi haqqında, onun nailiyyəti haqqında, gözəl hərəkətləri haqqında da biz mesajlar göndərməliyik ki, orada valideyn həvəslənəcək burada məktəblə əlaqə yaratmağa, müəllimlə əlaqə yaratmağa. Sonra burada valideynlərin sinif fəaliyyətinə qatılması var da. Bunu kim izah edər? Valideynlərin sinif fəaliyyətinə qatılması. Orada deyir, məktəbdə məsəl üçün bayramlar keçirilir. Valideynlərimiz sinifi öz evlatları ilə birlikdə deyir, valideynlər də gəlir əl işləri hazırlanmasında iştirak edirlər. Məsələn, tədbirlərdir, bayramdır, hər hansısa bir layihələrdir. Hansısa tədbirlərin yaradılmasında valideynlərin köməyi də lap böyük iştirakı vacibdir. Olur ki, valideynlər də qoşulur, iştirak edir. Bəli, o da ən çox da yuxarı siniflərdə elə baxırsan ki, valideynlər tədbirlərə qoşulmurlar. Amma lazım olan ən çox da yuxarı siniflərdə olur ki, həm uşaqlarla maraqlanırlar, həm də ki, uşaqlarla əlaqədar tədbirlərdə valideynin özünü iştirak etməyi daha yaxşı olur. Ən çox aşağı siniflərdə olur ki, valideynlər gəlir, uşaqların tədbirlərində iştirak edir. Öz evladı ilə, həm valideynin öz evladı ilə, həm də müəllim arasında münasibətinə çox yaxşı təsir etmiş olur da, yəni müsbət təsir edir. Bəli, əhsən müəllimlər. Formativ dəftər qeydləri, bunu kim izah edər? Formativ dəftər qeydi, müəllimin özü üçün aparır bu qeydi. Orada uşaqların
uşaqlar haqqında rəy, onların mənfi, müsbət cəhətlərini qeyd edir. Məsələn, inkişafını qeyd edir orada. Sonra konstruktiv qeydlər aparır. Çatışmayan xüsusiyyətlərini. Yəni Bəli, məsələn qeyd orada tutaq ki, bir çatışmayan cəhəti, zəifliyi də göstərilir formativ qeydlərdə, həm də müsbət tərəfləri qeyd olunur. Amma biz müəllimə formativ qiymətləndirmə qeydlərini göstərən zamanı təkcə onun çatışmayan cəhətlərini müzakirə etmirik. Əksinə, onun müsbət tərəflərini, inkişaf yönümlü tərəflərini izah eləyib, onunla bölüşürüksə, müzakirə aparırıqsa, burada artıq neyinir? Valideyn həvəslənir, övladı ilə maraqlanır, övladına çalışır ki, məsələn, dəstək olsun, müəllimlə əlaqə yaratsın. Yəni burada biz çatışmamazlığı elə durub o formativ qeydlərdə apardığımız o çatışmamazlıqları müzakirə etsək, orada valideyndə də bir həvəs qalmayacaq. Həvəs olsa da bəlkə elə bil həvəsdən düşəcək. Amma biz onun müsbət tərəfini müzakirə eləsək valideynlərlə, onu həvəs versək, ona bir dəstək versək, artıq valideyn də müəllimlə, övladı ilə daha yaxından məşğul olmuş olacaq. Burada valideynlərlə düzgün münasibət qurmaq üçün bir neçə əsas məqamlar vardır ki, bunları yerinə yetirsək daha düzgün qurmuş olaraq münasibətləri. Diqqət etməli məqamlar hansılardır Günəş müəllim? Orada elə bir ki, məsələn, təkcə müəllim yox da, valideyn özü də can atmalıdır müəllimlə əlaqə qurmağa. Amma bəzi valideynlər can atmır. Bunu eləmirlər. Bəli, bunu etmirlər. Onlar öz məsuliyyətlərini dərk etmirlər. Onlar gözləyirlər ki, elə nəsə bir hadisəmi baş verəndə müəllim özü bunlarla əlaqə qursun. Bəli. Burada müəllim nə etməlidir? Belə halda? Belə halda müəllim özü israrlı olmalıdır, təkidli olmalıdır. Məsələn, bir dəfə zəng eləyir. Təşəbbüsü ələ almalıdır. Bax, təşəbbüsü ələ almalıdır. Gördü ki, valideyn sinifimdə 15 şagird var. Bu 15 şagirdin 3-ü özü övladı ilə daha yaxşı maraqlanır. Düzdür? Övladının oxuması ilə, tərbiyəsi ilə, hərəkətləri ilə məsələn maraqlanır, soruşur, əlaqə yaradır. Qalan 10 uşağın valideyni heç maraqlanmır. Onda valideyn nə etməlidir? Özü addım atmalıdır və valideynlə əlaqə yaratmalıdır. Buna deyirik ki, təşəbbüsün ələ alınması. Gəlir təkidli olmaq, israrlı olmaq. Bəs bu nədir? Burada da deyir ki, məsəl üçün valideynlə əlaqə yaratmaq müəyyən bir vaxt apara bilər. Məsələn, bir dəfə zəng eləyir, cavab vermir, 2 dəfə zəng eləyir, cavab vermir. Müəllim elə bir ki, müxtəlif yollarla valideynə mesaj. Necə? Elə anlar olur ki, hətta cavab vermir. Müəllim zəng eləyir, ad qoy verir. Evlərinə də gedirlər ki, valideynlə əlaqə yaratmaq üçün. Yəni, bir maraqlanmırsan bu uşağın, məktəbdə bu hadisəni törədib, valideynsən də və gəlməlisən, maraqlanmalısan. Çağırılan təhdidlərdə, məlumatlara da cavab verilməyəndə, o əlacsız qalıb, müəllim evə də gedir, vallahi gedir ki, valideyn bir maraqlan uşağın məktəbdə bu hadisəni törədib də, o hadisə baş verib. Onda məcbur evinə gedib, evində əlaqə qurulur ki, müəllim valideynlə əlaqə qura bilər başqa. Deyirsən, telefonlara da cavab verməyəndə o evinə əlaqə qurulur ki. Müxtəlif yollardan istifadə edir. Ya mesaj göndərir. Bəli, düzdür. Zəng vurur, mesaj göndərir. Müəllimə demişəm, məsələn, cavab verməyəndə lazım gələrsə evinə gedir ki, yəni israrlı olur, təkidli olur ki, əlaqə yaratmağa davam edir. Ola bilsin ki, valideynin bir tutarlı səbəbi var da cavab vermir. Müəyyən bir maneələr var, səbəbdir. Məsələn, müəyyən səbəblər ola bilər də. Bəli, evinə gedə bilər, əlaqə yarada bilər. Yaxşı, ailə ilə empatiya yaratmaq. Bunu necə izah edərsiniz? Özü valideynin yerinə qoyursan da, bəlkə hər hansısa bir problemi var. Bəli. Nəsə bir də vacib işi var, ya problemi var. Bəli.
Yəni biz Sağlamlığı ya yerində deyil, nə bilim, ya ailə daxili məsələləri var. bəli, əhsən. Yəni bunlardan xəbərdar olmaq lazımdır. Özünü valideynin yerinə qoymalıdır müəllim. Bəli. Ailə ilə əlaqə yaratmağa çalışmaq lazımdır ki, yəni onlarla ünsiyyət qurmağa bacarıq, onların nə deyim, ailənin başa düşdüyü dildən, nə bilim, o dildən başa salmaq lazımdır ki, bax belədir, belə olmalıdır. Yəni ailə ilə ünsiyyət qurub əlaqə yaratmağa çalışmaq lazımdır. Yəni o mənada da belə başa düşürəm. Məxfiliyi qorumaq nədir? Burada da elə bil ki, Qorumaq müəllim valideynin sözünü kəsmədən onu sona qədər dinləyir, qulaq asır. Yəni onu başa düşüb düşmədiyini dəqiqləşdirir də. Yox. Yəni burada Məxfiliyi qorumaq odur. Burada konfidensiallıqdır Günəş müəllim. Məxfiliyi qorumaq, yəni məsələn ailədə ailədə elə bir problem ola bilər ki, o qorunub saxlanmalıdır, o məktəbdə, sinifdə müzakirə olunmamalıdır. Sadəcə olaraq müəllim onu sinif valideynlə əlaqə yaradıb bilirsə, uşağın məsələn hansısa bir pis hərəkətini görüb, nətər olub, o valideynlə əlaqə saxlayıb bilir ki, ailədə nəsə problem var ki, o uşaq o hərəkəti törədib. Onun məxfi kimi, yəni da qoruyub saxlayır, onu sinifdə müzakirə eləmir, uşaqlar içində onu uşaqlara bildirmir. Yəni sadəcə olaraq müəllimlə valideyn arasında qorunub saxlanan bir məlumat kimi bir şeydir. Məxfi mən belə başa düşürəm. Tutaq ki, Həsənin anası gəlir müəlliməyə danışır, İradə müəlliməyə. Ailə daxili məsələn konflikt vardı, onu danışır da. Deyir ki, belə problemimiz vardı, ailə daxili belə problemlər yaşayırıq. Danışır, ailəyə aid, öz ailəsinə aid olan məsələn problemi danışır İradə müəlliməyə. İradə müəllim o Həsənin anasının o ailə daxili problemini ki eşitdi, onu özündə saxlamalıdır. Yəni bunu müəllimlər otağına gedib müəllimlərlə müzakirə etməməlidir. Xəbəriniz vardı, Həsənin valideynləri arasında belə bir problem var. Bu gün anası gəlmişdi, belə-belə danışırdı. Olmaz. Yəni bu gizliliyi saxlamaq lazımdır. Və yaxud da ki, sinifində şagirdlər var ki, müəyyən bir problem var, onu bilirsən, sən görmüsən, başqası görməyibdir. Sən bunu məsələn müşahidə eləmisən bu problemi, özəl bir məsələdir, məsələn uşağa aiddir. Onun məsələn hissiyatına toxuna bilərsən, o məsələni müzakirə eləsin. Bax, bu məsələni müzakirə etməməlisən. Uşağı elə bil alçatmamalısan ki, uşaq biləndə ki, bu mənim bu qüsurum, nöqsanımı müəllim bildi və bu danışılıbdır, onun məktəbə qarşı, həmin müəllimə qarşı bir nifrəti olacaq. Ona görə konfidensiallıq qorunmalıdır. Bir də valideyni anladığını göstərmək. Bu valideyni anladığını göstərmək nədir? Mən onu başa düşmüşəm. Onun elə bir ki, valideynə qulaq asır kimi özünü göstərməlisən. Yəni onu dinləməlisən. Ən azından problemi varsa, problemini imkan daxilində o problemi həll eləmə imkanımız varsa da onu həll eləyib valideynə göstərməliyik ki, onun problemlərini həll eləməyə çalışırıq. Yəni bax bu mənada eləməli. Bəli. Yəni bax valideyn danışır. Hər hansı bir məsələdir də, uşaqla bağlı, ailə daxili bir məsələdir, danışır. Sən ona qulaq asırsan, sözünü kəsmirsən. Onu anladığını da başınla belə təsdiqləyirsən. Hərəkətlərini, bəli, hərəkətləri ilə təsdiqləyirsən. Və məsələn, öz münasibəti o sözün qutarandan sonra başlayırsan onun dediklərinə də öz münasibəti bildirməyə. Yəni burada ola bilər ki, hər hansı bir məsələ səhv anlaşılsın, həmin məsələyə də aydınlıq gətirirsən. Bax, bu valideyni anladığını gör. Bir var empatiya. Empatiya elədir ki, sən özünü həmin valideynin yerinə qoyursan. Valideyn məsələn, tutaq ki, yoldaşından ayrılıbdır, 2 uşağı vardı, müəyyən çətinliyi vardı, uşağa lazımı ləvazimatları ala bilmir, dərsə aid olan, məktəbə aid olan, nə isə çatdıra bilmir. Bunu sənə danışırsa, sən özü elə bil o valideynin yerində qoyursan, onu başa düşürsən. Amma anlamaq isə budur ki, o danışır, dinləyirsən, onu başa düşürsən, anlayırsan, məsələn qulaq asırsan, sözünü kəsmirsən,
Sona qədər dinləyirsən, sonra öz fikri ona bildirirsən. Bu isə nədir? Valideyni anladığını göstərməkdir. Deməli, effektiv müəllim-valideyn münasibətləri dedik ki, yəni burada düzgün qurulmalıdır. Bunun düzgün qurulması müəllimlərdən əsas tələb olunan vəzifələrdən biridir. Məsələn, burada da nə dedik? Bir dəfə də refleksiya eləyək. Bu valideyn-müəllim münasibətini möhkəmləndirmək üçün müəyyən strategiyalar var. Salamlama məktubudur, valideynlərlə olan ilk ünsiyyətin pozitiv alınmasına çalışmaqdır, şagird irəliləyişi haqqında qeydlər göndərməkdir, pozitiv valideyn iclaslarının keçirilməsidir, pozitiv məzmunlu zəng, e-mail mesajın göndərilməsidir, valideynlərin sinif fəaliyyətinə qatılmasıdır, formativ dəftər qeydləridir və burada bir də onu qeyd elədik ki, valideynlərlə düzgün münasibət qurmaq üçün əsas məsələlər nədir? Müəllimdən tələb olunan əsas məsələ odur ki, müəllim təşəbbüskar olmalıdır, təşəbbüsü özü ələ almalıdır, təkidli olmalıdır, ailə ilə empatiya yaratmalıdır, məxfiliyi qorumalıdır. Bir də valideyni anladığını göstərməlidir. Bütün bunlar hər bir müəllim tərəfindən düzgün yerinə yetirilərsə, onda effektiv müəllim-valideyn münasibəti qurulmuş olacaq. Yaxşı, Günəş müəllim, demokratik üslub nədir? Avtoritar üslub nədir? Avtoritar üslub elə bil ki, bu ənənəvi qayda ilə o çığırır, belə bağırır, qışqıran müəllimdir. Mən deyən olmalıdır, belə olmalıdır, sən bunu belə eləməlisən. Amma demokratik müəllim isə bu yeni üsullarla proqramı hər bir qayda qanuna əməl edən müəllimdir də. Bəli, yəni şagirdlə ünsiyyətdə, şagirdə bərabər hüquqlu tərəfdaş kimi yanaşır. Demokratik üslubda müəllim. Müəllim şagirdləri qərar qəbul etməyə çağırır. Şagirdlər onların fikirlərinə müsbət yanaşır. Burada demir, məsələn, sizin akademik göstəriciləriniz təkcə yüksək olmalıdır. Fərdi xüsusiyyətlərini də şagirdlərin nəzərə alır. Yəni, burada şagirdlərə imkan verir, şərait yaradır ki, fikir bildirsinlər, öz münasibətlərini bildirsinlər. Onlara hər hansı bir fəaliyyəti haqqında bir məlumat verər zamanı məsləhətlə, xahişlə, məsəl üçün bir işi, fəaliyyətə zövq eləyir. Daha əmrlə yox, əmr kimi ona nəsihət verici kimi yanaşmır şagirdə. Avtoritar üslubda müəllim isə əmrlə, ona nəsihətlə yanaşır. Demokratik üslubda müəllim şagirdlərində o qədər özünə qiymətləndirmə yüksək olur ki, şagird burada özünə qiymətləndirməni yuxarı səviyyədə aparmış ola bilir. Bunu bacarır, özünü qiymətləndirməni bacarır. Yaxşı, bax burada deyirik ki, Günəş müəllim, müəllimlər şagirdlərlə ünsiyyət zamanı birinci müəllimə rol model olmalıdır da müəllimə özü şagirdə. Məsələn, şagird Buyur. Məsələn, şagirdi görmək istəyir ki, şagird necə olsun. Birinci özü müəllim rol model olmalı. Məsələn, şagirdə müraciət edəndə deməlidir ki, zəhmət olmasa dur qapını bağla və yaxud pəncərəni xahiş edirəm aç. Özü rol model olmalıdır ki, şagird də o görmək istədiyi kimi olsun. Müəllimin görmək istədiyi kimi olsun. Bəli. Yəni biz əgər davranışımızda başqasına qarşı nümunəvi davranırıqsa, deməli o da müəllimin çünki şagird müəllimin davranışını, sözlərini təkrar eləyir.
O necə davranış eləyir, hərəkət eləyir, sözlər, ifadələr işlədirsə, şagirdləri də müəllimə baxıb onun kimi hərəkət edir. Ona görə də müəllim öz davranışında, nitqində, danışığında, hərəkətlərində, geyimi ilə şagirdlərə bir nümunə olmalıdır. Çünki şagirdlər onları təkrarlayır. Ona görə əgər müəllim istəyir ki, şagirdləri hörmətlə danışsın, özü də şagirdlərlə hörmətlə danışmalıdır. Nəzakətlə danışmalıdır. Yaxşı. Günəş müəllim, biz dedik ki, sinif otağını şagirdlər üçün əlverişli məkana çevirmək üçün hansı amilləri yerinə yetirməliyik? Əlverişli məkana çevirmək üçün? Məkana çevirmək üçün, əlverişli bir mühitə çevirmək üçün, məkana çevirmək üçün hansı amillərə diqqət yetirməliyik? İşıqlandırmaydı, havalandırmaydı, sistemiydi. Sonra nə idi orada var idi? İşıqlandırmaydı, sinifin işıqlandırılması, təhlükəsizlik sistemiydi, qaydalarıydı. Rəngdir, Rənglərin olması idi, partaların düzülüşü, mebellərin düzülüşü idi. Sağ ol, düzdür. Məsələn, burada partaların düzülüşünə görə hansı düzülüş formaları var? Məsələn, U şəkilli var idi, ənənəvi sinif qaydası var, dairəvi var. Sonra hansı idi? U şəkilli idi, dairəvi idi. Sonra ənənəvi sinif qaydası idi. Bir də cütlərli idi. Qrupla. Hə, qrupla, bəli, qrupla. Fərdi və cütlər üçün əlverişli düzülüş hansıdır? Bu cütlərlə olan, qrupla olan. Ənənəli. Ənənəvi də fərdi və cütlərlə. Qrupla olanlar da qrup şəklində otururlar. Bəli. Ən yaxşı da nümunəvi birləşmə o U şəkillidir. Çünki orada şagirdlər bir-birini yaxşı görürlər, uşaqlar bir-birinin üzünü yaxşı görürlər. Müəllimin hərəkət etməsinə, sonra müəllimin hərəkət etməsinə ümumiyyətlə yaxşı kontakt yarada bilirlər də U şəkillidə. Bəli, həm müəllimlə əlaqə yaratmağa, həm bir-birləri ilə əlaqə yaratmaq üçün ən əlverişli U şəkillidir. Məsələn, hansındadır, hansı düzülüş formasıdır, orada güclü və zəif şagird anlayışı aradan qaldırılır. Bütün şagirdlər eyni mövqedə oturmuş olurlar. Bəli, dairəvidə. Hansı düzülüş formasıdır ki, burada kiçik-böyük qruplarla iş formaları üçün uyğun deyil. Şagird-şagird ünsiyyətini minimuma endirir. Elə dairəvidir də. Yox, ənənəvidir. Dairəvidə belədir ki, bərabərlikdir orada. Zəif şagird, məsələn, biz dedik ki, məsələn, ənənəvidə belə idi ki, güclü oxuyan şagirdləri əvvəlki partada əyləşdirirlər, zəif oxuyanları arxa tərəfdə. Amma burada dairəvidə belədir ki, həmin o problem aradan qalxmış olur. Çünki dairəvidir də, bunun heç bir yerində fərqi yoxdur. Buzqıran strategiyaları nədir? Kim deyər? Buzqıran strategiyaları. Nə üçün lazımdır? Bunlar nədir? Buzqıran o şagirdləri bir-birini tanıma, o idi da səhvləməmsə. Bəli, şagird şagirdir. Şagird müəllim. Bəli, dərsliyin əvvəlində, akademik dərsliyin əvvəlində qoyulmalıdır bu buzqıran strategiyası. Şagirdlər bir-birlərini burada yaxşı tanıyırlar da buzqıran strategiyasını. Orada var idi, tor idi, absurd suallar idi, paylaşımlar idi, yəni post paylaşmaq idi. Sənin keçmişin, indikin, gələcəyin haqqında məlumat idi. Sevdiyin aforizm idi. Tor strategiyası. Bəli, sənə məxsus olan unikal xüsusiyyətləri təsvir etmək, paylaşmalardan istifadə etmək. Absurd suallar nədir müəllimə? Absurd suallar deyir, məsələn, əgər belə olmasaydı, belə olardı. Əgər insanlar emosiyalarla və ya biruzə verməsəydilər, nə baş verərdi? Yəni, əgər sözündən orada istifadə edilir, absurd. Əhsən.
Bax, bu buzqıran strategiyaları var ha. Bunları seçən Bəli. zamanı hansı məsələlər nəzərə alınmalıdır? Elə birdən-birə seçilməməlidir ki, elə mən bu növü seçdim, yoxsa necə? Burada əsas nəzərə alınacaq. Burada elə bir ki, vaxt itkisi, vaxt itkisinə səbəb ola bilər də. Məsələn, materialların əvvəlcədən hazırlanmasıdır. Sinifin elə bir ki, orada sinifdə olan resurslardırmı, sonra vaxt əvvəlcədən hazırlanmalıdır. Bəli, yəni Məsələn, seçdiyimiz strategiya sinifə uyğundurmu da? Mühitə uyğundurmu? Bəli, onu Tacirinin demək istədim. sahibilik səviyyəsinə uyğunmudur? Yəni Bəli, bunu müəyyənləşdirməliyik. Sonra əvvəlcədən strategiyanın prosedurunu məsələn planlaşdırmalıyıq. Seçdiyimiz strategiya üçün sinifdə kifayət qədər yerin olması. Məsələn, mən bu strategiyanı seçmişəm, tutaq ki, toru seçmişəm. Toru keçirmək üçün sinif otağında Geniş yer. imkan varmı? Elə sinif otağı var, darısqaldır. Heç müəllimin gəzməyə Bəli, gücünə düzdür. gəzir orada. Düzdür. Orada Portalı, bəli. o tor strategiyasını necə keçirəcək? Keçirə bilmir. Düzdür? Yəni bunu Düzdür, seçərkən düzdür. bütün bunlar nəzərə alınmalıdır. Həm də ki, biz tutaq ki, bunu keçiririksə, əvvəlcədən biz ləvazimatları hazırlamalıyıq. Qayçımız olmalıdır, şarımız olmalıdır, torumuz olmalıdır, yapışqanımız olmalıdır. Yəni bunları hazırlamalıyıq ki, bunu mən keçirəcəyəm ki, bu ləvazimatları əvvəlcədən hazırlamalıyam. Sonra bir də çevik strategiyamız olmalıdır. Tutaq ki, mən absurd sualların qoyuluşunu, tutaq ki, deyirəm ki, ay uşaqlar, bu günləri absurd suallar qoyuram. Bunun haqqında bir strategiyada həyata keçirirəm öz fikirlər. Görürəm ki, uşaqlar məsələn absurd sualları qoyub onun izahı müzakirəsini apara bilmir. Apara bilmədi, O zaman alınmadı. Düzdür? Bəli. Burada Müəllimin deyir başqa bir planı müəllimin deyir başqa bir B planı olmalıdır da o zaman. Bəli. Görürəm, onda deyirəm ki, uşaqlar, sevdiyiniz aforizmi yazın. Bəli. Uşaqlar Müəllim çevik olmalı. Bəli. Artıq onu uşaq həyata keçirə bilməyəndə dəyişdirirəm. Deyirəm uşaqlar, aforizmi uşaqlar görürəm ki, yaza bilir. Hərə bir aforizm yazdı, qoydu ora, bəstədi müzakirə etməyə. Yaxşı, sinif daxili konfliktlərin həll edilməsi. Biz bu sinif daxili konfliktlər vardı. Bu nədir sinif daxili konfliktlər? Özü konflikt nə deməkdir Günəş müəllim? Konflikt insan olan yerdə konflikt bir-birinin sözü necə deyirlər, bir-birinin boğazından keçmir kimi deyək də, dava dalaşın uşaqlar arasında söz söhbətin olmazdı. Bu konfliktin də aradan qaldırılması üçün müəllim sinif iclasları keçirir. Müəllim öz strategiyasından istifadə edir. Bir də orada 3 dənə idi, sinif iclası idi, müəllim strategiyası idi. Bir də ki, ortaq dəyərlərin yaradılması idi. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması. Bəli. Burada sinif iclasları necə keçirilir Günəş müəllim? Sinif iclasları müəllim şagird arasında keçirilir, müəllimlərlə şagird arasında. Məsələn, konfliktdə olan uşaqlar hər iki tərəf dinlənilir, hərə öz mövqeyindən danışır da, çıxış edir. Yerdə qalan digər şagirdlərə də söz haqqı verilir. Onlar da problemə münasibət bildirirlər öz mövqelərindən. Sonra o konfliktdə olan uşaqlara icazə verirlər, sinifdən kənarlaşdırılır. Gedirlər çöldə konfliktlərini həll edirlər. Qayıdıb təzədən sinifə gəlirlər, müzakirə edirlər siniflə bir yerdə. Yəni onlar öz konfliktlərini başa düşürlər də, problemlərini başa düşmüş olurlar, müzakirə edirlər. Əgər müəllim yoxdursa sinifdə, bu zaman belə kağızdan seçim çarxı. Bəli, seçim çarxından istifadə edirlər. Kağızdan dairə şəklində hazırlayırlar. Onu da üzərinə yazırlar. Məsələn, əl sıxmaqdır, sinifi tərk etməkdir, birdən ona kimi saymaqdır, üzr istəməkdir, başqa bir seçim etməkdir. Belə ox atırlar. Hansının üstündə gedib dayanırsa, o hərəkəti, məsələn, üzr istəmək düşürsə, həmən digər şagird digərindən üzr istəyir və yaxud əl sıxmaq olursa, əlini sıxır və yaxud sinifi tərk edir, belə. Bəli, əhsən, düzdür. Sinif iclaslarının əsas prinsipləri var.
Bəli. Burada elə bil ki, sinif iclaslarının əsas prinsipləri Qarşılıqlı iclasların hörmət, dürüstlük, mehribançılıq. bəli, dürüstlük, bir də fəal dinləməkdir. Bəli, fəal dinləm bunun prinsipləridir. Bu Bəli. sinif iclasları məsələn necə keçirilə bilər? Həmişə keçirilirmi? Necə keçirilir bu? Sinif iclasları həmişə deyən bir lazım olanda keçirilir də. Sağ ol. Məsələn, müntəzəm şəkildə xüsusi bir Bəli. məsələ ortaya çıxarırsa, bir konflikt ortaya çıxarsa, problem ortaya çıxarsa, bəli, onda sinif iclaslarını Gündə durub müəllim iclas keçirtmir də mən. Bəli, Ehtiyac yarananda. və ortaq dəyərlərin yaradılması var. Bu ortaq dəyərlərin yaradılması nədir? Ortaq dəyərlərin yaradılması. Məsələn, konfliktlərin həll edilməsi üçün istifadə olunur bu. Bəli. Ortaq dəyərlərin yaradılması. Bəli, ortaq dəyərlər yazılı şəkildə qeyd edilir. Bir var idi bütün sinif üçün ortaq dəyərlər, bir də fərdi. Bütün sinif olanda məsələn bütün sinifə aid edilir də. Bəli. Məsələn, hamımızın dəyərlərimiz, hamımızın məsuliyyətimiz. Amma fərdi olanda deyirik ki, mənim dəyərim, mənim məsuliyyətim, mənim hərəkətlərim belə. Əhsən, düzdür. Günəş müəllim, sinfi effektiv idarə etmək üçün müəllim nələri olmalıdır müəllimin? Sinif effektiv idarə etmək üçün hansı texnikaları, strategiyaları olmalıdır? saydılar. Gözləntisidir, prosedurudur. Gözlənti prosedur, bir də qaydalar, bəli. Bəli, Gözlənti sinif daxili prosedur. konfliktlərin həll edilməsi şəxsin Bəli. nümunə. Bax, Bəli. sinifin effektiv idarə edilməsi üçün müəllimə lazım olan texnika və strategiyalar bunlardır. Saadət müəllim, Bəli. xoş gördük. Salam, axşamınız xeyir müəllimə. 3 bacının ikincisi gəldi, biri qaldı. Bəli. Bilmədim mən. Nə vaxt başlamısınız? İndi baxıram hələ. O bir dəstəkdir. Hə. Yaxşı, Saadət müəllim. Siz deyin, Bəli, gözlənti müəllim. nədir? Gözlənti? Bəli. Gözlənti müəllimə, şagirdlərdən qaydalar, prosedurlar verilir və ondan bunlara əməl etməyə gözlənilir ki, bunlar əməl etsinlər, gözləntilər. Gözlənti bir başqa şeydir. Gözləntini biz şifahi şəkildə dərs ilinin əvvəlidir, gəldin, girdin sinifə. Düzdür? Sənə verilib tutaq ki, 7-ci A sinifi. Gəlirsən, dərs ilinin əvvəlidir. Girirsən, uşaqlarla tanış oldun, söhbəti elədin, düzdür? Və elan eləyirsən. Nədir? Müəllimin şagirdə onun davranışı, fəaliyyətinin necə olması barədə ötürdüyü Müsbət mesajdır. gözlənti, Ay mənfi uşaqlar, bəli, müsbət gözlənti. Müsbət gözlənti, mənfi gözlənti. Bəli, Müsbət hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. müsbət yüksək gözlənti, mənfi aşağı gözlənti. Ay, sağ ol. Yadıma düşdü. Məsələn, bax burada təkcə elə bunu dedi müəllim, qutardı getdi. Ay uşaqlar, bax, mən sizin tutaq ki, təsviri incəsənətdən dərs istəyəcəyəm bu illəri. Mənim sizdən gözləntim odur ki, həmişə hamıya hörmətlə yanaşın, məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Mənim sizdən gözləntim budur. İndi yaxşı, bunu elə sadəcə bir mesaj kimi göndərdi, qurtardı, getdi, yoxsa buna açıqlamalıdır Saadət müəllim? Müəllim bunu şagirdlər üçün açıqlamalıdır. Çünki sadəcə sözlərlə demək onlar üçün aydın olmayacaq. Ay, O sağ ol. ümumi məsləhət xarakteri olacaq. Əgər açıqlayarsa, onun aydın şəkildə onda uşaqlara da aydın olacaq ki, məsələn, bu məndən müəllim nəyi gözləyirdi, mən nəyi etməliyəm. Məsələn, hamıya hörmətlə yanaşın, dedi müəllim. İndi bunun açıqlaması? Sakit işləyin, başqalarına rahat işləməsi üçün şərait yaradın. Başqaları danışanda dinləyin, onların sözlərini kəsməyin, əlinizi qaldırın, növbəni gözləyin. Nəzakətli sözlərdən istifadə edin. Bu kimi Bəs məsuliyyətli olun gözləntisi. məsuliyyətli dərsə vaxtında gəlin, sonra vaxtında verilən tapşırıqları yerinə yetirin. Sonra sinifə girərkən bütün müəyyən materialların yerində olmasına əmin olun. Ay sağ ol. Bəs təhlükəsizliyə riayət edin nədir? Bu da elə məsuliyyətli olmaqdır. Bu nə deməkdir?
Təhlükəsizliyə riayət edin, yəni sinifdə dəhlizdə yeriyin, yürümək olmaz. Aha. Əl-ayaq hərəkətlərinizə nəzarət eləyin. Aha. Sonra hər hansı bir hadisə ilə üzləşərsinizsə, onu dərhal yaxındakı böyüklərə və yaxud da ki, müəllimlərə çatdırmağınız lazımdır, məlumat vermək lazımdır. Sən Səadət müəllim, Günəş müəllim, bəs Bəli. qayda nədir? Hə, qaydalar da müəllim akademik dərsliyin əvvəlində bu qaydaları qoyur. Məsələn, qaydalar da müsbət qaydalar var, mənfi. Məsələn, müsbət qayda uşaqlar o qaydalara əməl edirsə, onları mükafat gözləyir. Əməl etməyəndə hər hansısa bir cəzalar gözləyir də. Bu qaydaları da sinif rəhbəri də tərtib edə bilər. Hər hansı bir fən müəllimi də qaydaları görünən yerdən, sinifdən asmaq lazımdır. 3-5 arası olmalıdır bu qaydalar. Bir də qaydaları müəllim hazırlayarkən şagirdlərin də işləməsi, bu qaydaları tərtib etməsində vacibdir. Çünki qaydaları tərtib ediləndə, şagirdlər özü də iştirak edəndə daha məsuliyyətli olurlar. Qaydalara çalışırlar ki, əməl etsinlər. Çünki özləri hazırlayıbdır yenə. Bəli, həm də qaydaları izah edərkən müəllim özü də bu qaydalara əməl etməlidir. Çünki müəllim özü rol modeldir. Düzdür? Yəni qaydalar da bu gözlənti prosedurun ən sərt formasıdır da. Bəli, ən sərt formasıdır. Bəs prosedur nədir? Gözlənti daha sərt qayda gözləntinin daha sərt formasıdır. Bəli. Prosedur isə hərəkətlərin ardıcıl yerinə yetirilməsidir. Biz prosedurun sərt forması deyə bilmərik. Qaydalar gözləntinin sərt formasıdır. Məsələn, şagird məsəl üçün gecikirsə, müəllim qabaqcadan öz prosedurlarını şagirdlərə bildirməlidir. Yəni məsuliyyətli olun, dərsə vaxtında gəlin, gələrkən bütün dərs ləvazimatlarınızı özünüzlə gətirin və yaxud qabaqcadan şagirdlərə prosedurları bildirir. Məsələn, şagird gecikir dərsə, gəlir qapını döyür, dərsi pozuraq mane olur. Bu zaman sinifə sakitcə daxil olur, yerinə keçir, dərsə qoşulur. Şagird tez-tez bu qayda pozuntusunu yerinə yetirirsə, məsələn, hər gün dərsə gecikirsə, müəllim dərs qurtardıqdan sonra sonda bu uşağı saxlayır, şagirdi onunla söhbət edir də. Onunla söhbət edir ki, yəni bu gecikməsinin səbəbi nədir, araşdırır. Bəlkə hər hansısa bir problemi var. Sonra bir də ki, dərs zamanı yəni etmir də bunu, çünki dərsə vaxt itkisinə səbəb ola bilir. Həm vaxt itkisinə, həm də ona şagirdə psixoloji cəhətdən təsir edilmiş olur. Təsir edir. Bəli, təsir edir. Ən yaxşısı odur ki, dərsdən sonra həmin şagirdlə bəli, söhbət aparmalıdır, öyrənməlidir. Niyə şagird hər gün? Ola bilər ki, məsələn, söhbəti apardı. Sabahsı gün uşaq yenə də məsəl üçün ola bilər yanlış bir məlumat verir, düzgün məlumat verməyə də bilər. Yenə də gecikə bilər. Lazımdır ki, nə etməlidir bunda müəllim? Valideynlə əlaqə saxlamalıdır. Əlaqə saxlasın. Valideyn deməlidir ki, ay valideyn, sənin uşağın belə gecikir. Bəli, onda valideyn də işə qarışır, bilir ki, mənim uşağım səbəbsizdir. Mənim ailə ilə daxil olmayan bir səbəbdən gecikir. Məsələn, belə bir misal var ki, deyir, hər gün uşaq dərsə gecikirmiş, bunlar 2 qardaş olur və bu, məsələn, tutaq ki, birinci ismin oxuyur, o biri isə ikinci ismin gecikir. Yəni, uşaq qardaş gəlir, köynəyini çıxarır, verir bu qardaşa, geyinir, o biri gəlir məktəbə. Ona görə gecikməli olur da. Həmişə buna acıqlanır, sonra bunu biləndə müəllim özü də pis olur ki, mən bu uşağı danlayırdım, bunun səbəbi var imiş. Belə səbəblər də ola bilər, amma ola bilər ki, uşaq bir yanlış yola sapmış ola bilər. Məsələn, gedib oturacaq parkda ya məsələn başqa bir uşaqlara qoşulacaq, dərsdən yayınacaq, ona görə gecikəcək. Bunun bir səbəbi vardır. Müəllim bunu araşdırmalıdır, valideynlə də əlaqə saxlamalıdır ki, niyə bu uşaq həmişə gecikir, əgər təkrarlanarsa. Yaxşı, Günəş müəllim, belə Səadət müəllim, sinif müzakirəsi proseduru, bunu necə həyata keçirirsən? Sinif müzakirəsi prosedurunu deməli, yalnız müəllimin işarəsi olanda danışmaq, danışanı diqqətlə dinləmək, baxışlarını ona yönəltmək, sonra qarşılıqlı hörmətə riayət etmək, qarşılıqlı hörmət, sonra danışmaq istədikdə əlimizi qaldırmaq. Ay, sağ ol, düzdür. Günəş müəllim, bəs şagirdlərin diqqətini müəllimə yönəltmək üçün prosedur necədir?
Bu zaman qələmi yerə qoymaqdır. Müəllimə baxırlar, sakitcə müəllimi dinləyirlər. Əhsən. Bəs müəllimdən kömək istəmək üçün olan prosedur nədir, Səadət müəllim? Müəllimə kömək istəyəndə işarət barmağımızı qaldırırıq. Aha. Sonra səbirlə müəllimin bizi görməyini gözləyirik. Bir də müəllimin bizə yaxınlaşmağını gözləyirik. Düzdür. Bəs yaxşı, Günəş müəllim, biz bu prosedurları şagirdlərə necə öyrədirik? Necə öyrətmək lazımdır? Öyrədirik birinci, məşq edirik, sonra möhkəmləndiririk. Bəli, öyrədirik, məşq etdiririk və möhkəmləndiririk. Əhsən. Nurlana müəllimə yenə yoxdur. Yoxdur müəllimə. Hə, yoxdur. Nəsə uzun müddətli qoşula bilmir o. Yaxşı müəllimlər, bugünkü dərsimiz qısnama, bullyingdir. Deməli, bullying nədir? Bullying yəni bullyingin fiziki, psixoloji cəhətdən birinin digərinə təsir göstərməsidir bullying. Bullying məsələn burada qrup şəklində də ola bilər, fərdi şəkildə də göstərilə bilər. Bu termin geniş formada Avstriya etologiya davranışı öyrənən elmdir. Konrad Lorenz öz əsərlərində heyvanların kollektiv formada başqa növün nümayəndələrinə hücum etməsi kimi təsvir etmişdir. Sonralar bu termin bullyinglə əvəz olundu. Hazırda mobbing bəzi tədqiqatçılar tərəfindən bullyingin sinonimi kimi, bəzən isə bullying fərdi, mobbing isə qrup şəklində kiməsə edilmiş zorakılıqdır. Mobbing haqqında aparılan tədqiqatlar araşdırma səviyyəsində olduğundan və bu sahədə müəyyən təzadlar mövcud olduğu üçün ümumilikdə bullying terminindən istifadə edilir. Yəni, burada götürsək, mobbing qrup şəklindədir. Bunu bu cür götürürük. Amma bullying də nədir? Fərdi şəkildə və yaxud da burada da bullyingin, yəni kollektiv şəkildə də olur həyata keçirilməsi. Bullyingin universal qəbul olunmuş bir tərifi yoxdur. Müxtəlif tədqiqatçılar bunu yəni burada fərqli formada öz mülahizələrini bildirirlər. Bir çox tədqiqatçılar bullyingi özünü müdafiə edə bilməyən şəxsə qarşı davamlı aqressiv davranış kimi təsvir edilir. Bəziləri isə bunu gücündən geniş mənada sui-istifadə kimi də istifadə edilir. İngilis kriminoloq Farrington bunu aşağıdakı kimi təsvir edir. Bullying güclü şəxsin zəif şəxsə təkrarlanan psixoloji, fiziki əzab verməsidir. Bullyingi yalnız məktəbdə deyil, hər yerdə, istənilən yaş dövründə müşahidə etmək olar. İstər yeniyetməlik, istər məktəbə qədər yaş dövrü, istər kiçik erkən yaş dövrü olsun və yaxud da ki, gənclik dövrü olsun, lap qocalıq dövrü olsun, fərq etməz. Yəni, bu yaş dövrlərində müşahidə edilir bullying. İstənilən halda bullying insana güclü psixoloji və fiziki travma verə biləcək qüvvəyə malikdir. Məktəbdə baş verən bullying isə daha ciddi xarakter daşıyır. Ona görə ki, bir çox hallarda yetkin insan psixoloji travmalardan müdafiə olunmaq qədər kifayət qədər inkişaf etmiş emosional intellektə malikdir. Amma uşaq üçün belə bir ağır yükü daşımaq hər zaman mümkün olmur. Bu da bir çox faciəvi hadisələrin baş verməsinə səbəb olur. Bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər. Buna etnik və milli mənsubiyyət, cinsi və dini müxtəliflik, öyrənmə çətinliklərinin olması, yaş fərqi, sosial status, ailə vəziyyəti, yaşadığı mühit, şəxsi nifaqdır, geyim tərzidir, xarici görünüşüdür
Sonra introvert şəxsiyyət tipidir. Yəni bütün bunlar səbəb ola bilir. Bu faktorlar əsasında şagirdlər bullying olunan və həm də bullying edən şəxsə çevrilə bilirlər. Bullyingin növləri vardır. Məqsədinə görə bullyingin növləri, bullyingin göstərdiyi davranışa görə bullyingin növləri, bullyingin birbaşa və ya dolayı yolla təsirə görə bullyingin növləri və xüsusi növ bullyingdir. Bullyingin məqsədinə görə bullyingin növləri, məqsədli bullying, məqsədsiz bullyingdir. Məqsədsiz bullying də düşünülməmiş bullyingdir, tədris bullyingidir. Fiziki bullying, bu bullyingin göstərdiyi davranışa görə bullyingin növüdür. Bir də qeyri-fiziki bullyingdir. Qeyri-fiziki bullying də özü də verbal, qeyri-verbal və sosial bullying növlərinə ayrılır. Bir də bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə bullyingin növləridir ki, bu da vasitəsiz bullyingdir, vasitəli bullyingdir. Xüsusi növ bullying isə kiberbullyingdir. Burada dedik ki, bullyingin məqsədinə görə bullyingin növləri. Burada Avstriya psixoloqu, bullying üzrə ekspert Rigby, bullyingin məqsədlərindən asılı olaraq bullyingin iki növünü ayırır. Məqsədli və məqsədsiz. Məqsədli bullying adından göründüyü kimi bullyingin qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir. Bu növ bullyingdə bully xoşu gəlməyən insanı davamlı olaraq incitməkdən həzz alır. Məqsədsiz bullying nədir? Bullying hər zaman məqsədyönlü şəkildə pislik etmək məqsədi daşımaya bilər. Bəzən insan bilmədən bullyyə çevrilir ki, bu da məqsədsiz bullying adlanır. Məsələn, bəzən müəllimlər və ya valideynlər şagirdlərin səhvini düzəltmək məqsədi ilə özləri də bilmədən şagirdi davamlı olaraq psixoloji incidə bilirlər. Rigby məqsədsiz bullyingin iki növünü qeyd edir. Düşünülməmiş və tədris bullyingi. Düşünülməmiş bullying, burada bəzən bullying prosesinə yalnız əyləncə, oyun kimi baxır. Onun qarşısındakı şəxsə vurduğu zərəri tam anlamır. Bu proses şagird-şagird, müəllim-şagird, valideyn-şagird arasında müşahidə oluna bilər. Məsələn, burada belə bir misal veribdir. Birinci sinif şagirdi Asif sinif yoldaşı Fuadın yaxın dostudur. Fuad idman dərslərində Asifi tez-tez yumruqla vurur. Bu zaman Asif cavab qaytarmaq istəyir, lakin fiziki olaraq zəif olduğundan Fuada güc gələ bilmir. Fuad bu prosesə oyun kimi baxır. Düşünür ki, Asif də onun kimi əylənir. Halbuki Asif hər dəfə baş verən hadisədən sonra məyus olur. Özünü zəif və ümumilikdə bacarıqsız hiss edir. Bu da onun qapalı düşüncə tərzinə keçməsinə səbəb olur və nəticədə bu Asifin həyatına ciddi təsir edir. Bax, bu nümunədən gördüyümüz kimi bullyingin niyyəti zərər yetirmək olmasa da, göstərilən davranış bullyingə məruz qalmış şəxsə ciddi psixoloji təsir göstərmiş olur. Tədris bullyingi nədir? Bu, öyrənmə və öyrənmə ilə bağlıdır. Tədrisdə köməklik etmək məqsədi ilə düşünülməmiş formada şəxsin bullyingə məruz qalmasıdır. Bu prosesdə şagird-şagird, müəllim-şagird, valideyn-şagird arasında müşahidə olunur. Bu növ bullyingi daha yaxşı anlamaq üçün bir misala baxaq. Müəllim şagirdlərə alternativ enerji mənbələri mövzusunda məqalə yazmağı tapşırır. Müəllim yazılmış məqalələrlə tanış olur. Onlardan biri kasad yazılışına görə müəllimin diqqətini xüsusilə cəlb edir. Sinifdə şagirdlərlə müzakirə zamanı müəllim daha çox həmin şagirdin səhvlərini qeyd edir. Nəticədə şagird, müəllim ancaq məni müzakirə etməyin deyə səslənir. Müəllim, mən yalnız sənin işini qeyd etmirəm deyir. Əlbəttə ki, müəllim bunu dərindən inanırdı, lakin sinifdə digər şagirdlər də müəllimin yalnız o şagirdin səhvlərini qeyd etdiyini vurğulayırdı.
Şagird çox çaşqın halda artıq arqumentlərini yox, özünü müdafiə etməyə başlamışdı. Baş verənlər şagirdə nə dərəcədə emosional əziyyət verdiyi göz qabağında idi. Bax, bu nümunədə verilən situasiyada müəllim şagirdi qeyri-ixtiyari olaraq intellektual baxımından bullying edir ki, bu da kifayət qədər dağıdıcı təsirə malik olur. Gəlir bullyingin göstərdiyi davranışa görə bullyingin növü. Burada dedik fiziki bullyingdir, qeyri-fiziki bullyingdir. Fiziki bullying nədir? Bura ilk növbədə bullyingin insana mütəmadi olaraq fiziki əziyyət verməsidir. Lakin adi konfliktlər bura aid deyil. Şagirdlər arasında təsadüfən hər hansı bir səbəblə baş vermiş konfliktlər bullying hesab edilmir. Belə hallarda müəllim diqqətli olmalı, bu tip konfliktlərin bullyingə çevrilməsinin qarşısını almalıdır. Məsələn, Arif çox sakit şagirddir, introvert şəxsiyyətə malikdir, sinif yoldaşları ilə çox ünsiyyətdə olmağı sevmir. Ona görə sinif yoldaşları ona qəribə adını veriblər. Ənvər isə özünü sanki sinifin ağası kimi aparır. Fiziki gücünə görə bir çox sinif yoldaşları ondan qorxur. Ənvər hər fürsətdə Arifi vurur. Bununla onun necə zəif olduğunu daim hamı qarşısında nümayiş etdirir. Bundan əlavə fiziki bullying yalnız insanı fiziki incitmək və ya əziyyət verməkdən ibarət deyil. Bura məktəb əmlakının dağıdılması, sındırılması da aid edilir. Məktəb pəncərələrinin şüşəsinin sındırılmasıdır, partanın sındırılması, yazı taxtasının və yaxud da cızılması. Bütün bunlar da bullying hesab olunur, fiziki bullyingdir. İndi gəlir qeyri-fiziki bullying nədir? Qeyri-fiziki bullying fiziki kontakt olmadan təmənnasız baş verən bullying növüdür ki, 3 əsas növə ayrılır. Verbal bullying, qeyri-verbal bullying, sosial bullying. Verbal bullying nə deməkdir? Bullyingin ən geniş yayılmış formasıdır. Bu zaman bully verbal olaraq, sözlə, şifahi şəkildə və ya yazılı formada şəxsi təhqir edir, alçaldır. Sözlə deyir, yekəbaş, məsəl üçün, hər hansı bir acılı söz deyir və yaxud da yazılı formada, yazılı şəkildə yazır, təhqir eləyir. Qeyri-verbal bullying nədir? Bura jestlər, hərəkətlər, şəkil ilə təhqir olunma daxildir. Yəni, jestlərlə ilə ağzını büzür və yaxud da buynuz göstərir, dilini çıxarır və yaxud da, məsələn, inək şəkili çəkir, atır, bu sənsən. Bu nədir? Qeyri-verbal bullyingdir. Sonra sosial bullying. Sosial bullying nədir? Bura şəxsin hər hansı bir sosial qrupdan uzaqlaşdırma, xoşagəlməz şayələr yayma, şəxs başqaları qarşısında utandırmadır. Məsələn, məktəbin sosial aktiv qızlarından ibarət qrupuna daxil olan Rəhimənin yeni saç düzümü qrup üzvlərinin xoşuna gəlmir. Buna görə mübahisə yaranır. Bu andan etibarən qrup üzvləri Rəhiməni varlığını görməzdən gəlir. Yığıncaqlara çağırmırlar onu, onun haqqında şayələr yayırlar. Digər şagirdlər də onu görməzdən gəlməyə sövq edirlər. Bu nədir? Sosial bullyingdir. Sosial bullying sosial qrupdan uzaqlaşdırmadır. Həm qrupdan uzaqlaşdırılır, həm də onun haqqında şayələr, olmazın sözləri deyilirsə, başqalarını da məcbur eləyirlər ki, həmin şəxslə əlaqə yaratmasın. Bu olur sosial bullying. Bullyingin birbaşa və yaxud dolayısı yolla təsirinə görə bullyingin növləri. Burada vasitəsiz bullying var, bir də vasitəli bullying var. Bullyingin bilavasitə özünün təcavüzü nəzərdə tutulur. Tutaq ki, Arif əlini davamlı olaraq vurur, itələyir, dəftərini götürür, tullayır. Yəni bu nədir?
özü eləyir bunu. Vasitəsizdir. Vasitəli bullying isə bullying hadisəni bully tərəfindən deyil, üçüncü şəxs tərəfindən həyata keçirilir. Bu da bütün bullying növlərində müşahidə edə bilər. Məsələn, burada bir misal göstərildi. Riyaziyyat fənnindən Şahin sinifin akademik göstəricilərinə görə ən uğurlu şagirdidir. Müəllimin sevimlisidir. Müəllim hər zaman onu sinif yoldaşları qarşısında tərif eləyir. Çox yaxşı oxuyur, nizam-intizamlıdır. Onun necə yaxşı şagird olduğunu vurğulayır müəllim. Müəllimin eyni şagirdi davamlı olaraq tərifləməsi yanlışdır. Bunu da qeyd eləyək. Çünki həmin şagirdə qarşı başqa şagirdlər qıcıq olur. Sabirin Şahindən xoşu gəlmir, onu daim incitməyi istəyir, amma bunu özü etmir. Bunun üçün öz dostuna müraciət edir, o da Şahini tez-tez verbal və ya qeyri-verbal bullyingə məruz qoyur. Görürsünüz, burada nədir? Vasitəlidir. Mənim xoşum gəlmir Əlidən, mən onu özüm bullyingə məruz qoymuram, dostum daha güclüdür, belə şeyləri daha yaxşı bacarır və ona elətdirirəm. Artıq o nədir? Vasitəlidir. Kiminsə vasitəsilə həm başqasını mən psixoloji cəhətdən təzyiqə məruz qoyuramsa, artıq burada nədir? Vasitəlidir. İndi xüsusi növ bullying dedik, kiberbullyingdir ki, daha çox yayılmış bir növüdür. Bullyingin xüsusi formalarından biridir. Bu sosial media üzərindən baş verir. Kiberbullying verbal yazılı şəkildə sözlərlə təhqir, qeyri-verbal şəkildir, sözsüz videolardır. Fiziki, məsələn, hakerlərin davamlı olaraq internet üzərində şəxsin elektron cihazları sıradan çıxarmasıdır, bank hesablarından qeyri-qanuni istifadəsidir. Bunlar da ola bilər. Yəni, məsələn, burada nədir ki, internet vasitəsilə, yəni saytlərdə, tutaq ki, Facebookda, tutaq ki, Instagram səhifəsində neyinir? Şəklini paylaşır, təhqirli sözlər yazır, sözsüz videolarını məsələn paylaşır. Yəni bunlar nədir? Kiberbullyingdir. Nəzərə almaq lazımdır ki, bullyingin növlərindən biri o birindən daha ağır deyil. Onların hamısı eyni dərəcədə dağıdıcı qüvvəyə malikdir. Bəzən bully tərəfindən sosial təcrid olunma şagird üçün fiziki bullyingdən daha ciddi travmalara səbəb ola bilir. Bəzən isə verbal bullying insanın ömrünün sonunadək dərin izlər qoya bilir. Lakin bu növləri müəyyən etmək, onların xüsusiyyətlərini tanımaq bullinin davranışını dəyişməyə, bullyingin qarşısını almaq üçün tədbirlərin müəyyən edilməsinə yardım edə bilər. Müəllimlər, dərsimiz bu qədər.